Choose the correct variant. Doğru variantı seçin. Is that CD? No, it isn't. Nöqtələrin yerinə biz düzgün əvəzli yerləşdirməliyik və diqqət etsək, hər iki nöqtələrdən sonra cümlə bitmiş sayılır və isim qeyd olunmayıb. Bu o deməkdir ki, variantlarda özündən sonra isim tələb edən aslı formada olan yəli əvəzlikləri artıq düzgün cavab hesab edilməyəcəkdir. Biz bunu A variantında my görürük, yəni my'dan sonra isim tələb olunur, halbuki cümləmizdə yoxdur. B variantında her onun mənasını verirsə, təbii ki, özündən sonra isim tələb olunacaq. C variantında A və-dən sonra yenə isim tələb olunur. Y variantında his və her'dən sonra aslı formada olan yəli əvəzliyinə görə təbii ki, biz her üstə gəlsin isim qeyd etməliyik. His isə tərkibində s olduğu üçün s qəbul etmədən belə həm müstəqil, həm də isimlə istifadə oluna bilən bir yəli əvəzliyi hesab olunur. Her'ə əsasən cavabımız yanlışdır. Çünki bizə tərcüməyə görə o CD səninkidir, xeyr o mənimki deyil tərcüməsi lazımdır. Yəni D variantı doğru cavabımızdır. Yəni tərcüməyə əsasən bizə yəlik əvəzliyi lazımdır və yəlik əvəzliyinin müstəqil forması D variantında düzgün şəkildə qeyd olunur.